Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve alihi tahirin. Salamlayıram sizi dəyərli tamaşaçılar. Ramazan ayının 18-ci günündə artıq birinci qədr axşamı da yetişdi. Və sizdən rica edirəm ki, əgər bizi izləyirsinizsə, bu günlərdə inşallah ki, Əhya axşamlarında, qədr axşamlarında bütün dünya müsəlmanlarını, eləcə də bizi dua etməyi unutmayın ki, sizin dualarınıza möhtacıq. Və bu gözəl gündə, qədr axşamında Allahdan diləyirəm ki, Allah Taala hər nə gözəl arzularınız varsa, sizi arzularınıza çatdırsın, hacətlərinizi versin, xəstələrə şifa versin inşallah. Ramazan ayının 18-ci günündə Quran-Kərimin 18-ci cüzündən Nur surəsi ayə 32 ilə sizin qarşınızdayım bugünkü. Hansı ki, mən deyərdim ki, bugün cəmiyyətimizdə çox önəmli bir nöqtələr vurğulanıbdır bu ayədə. Allahın bir çox sifarişləri burada qeyd olunub ki, sizin nəzərinizə çatdıracağım. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və ənkihul əyyəmə minkum və salihinə min ibadikum və imaikum. İn yəkunu fuqara'a yuğnihumullahu min fədlih. Allah Taala bu ayədə birinci başda və ənkihul əyyəmə sözü ilə bizə vurğulayır ki, ey gənclərin ixtiyar sahibləri, subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən, əlbəttə ki, o dönəmlərdə qul və kənizlər var idi, qul və kənizlərinizdən evlənmə istedadı olanları evləndirin. Evlənmə qabiliyyəti olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları öz lütfi ilə, öz fəzli ilə dövlətli edər, yəni qəni edər, yəni öz varından verər onlara. Bugün cəmiyyətdə baxırıq ki, subaylıq sultanlıqdır kimi bəzi ifadələr çox yayılıb, rəvac tapıb özü üçün. Amma dinimizdə sifariş olunur ki, insanlar tək yaşamasınlar, subay yaşamasınlar və evlənsinlər və hətta ətrafında olan subayları da evləndirsinlər. Hətta dinimizdə qeyd olunub ki, evli olan şəxsin namazının savabı subayın namazından qat-qat çoxdur. Bu özü bir neçə nöqtələri bizim nəzərimizə çatdırır ki, bəs deməli, evlilik çox məsuliyyətli bir işdir və evlilikən ibadət edən şəxslərin də savabı daha çoxdur. Nur surəsi ayə 32-də birinci subay kişiləri, daha sonra ərsiz qadınları, daha sonra o dövrdə indi qul və kənizlər var idi ki, məsələn, İslam döyüşlərində, hansısa, İslam döyüşlərində o kəslər ki, əsir düşürdülər İslam ordusunun əlinə, onlar, həmin o müsəlmanların evində və yaxud Peyğəmbərin evində tərbiyələndirdilər, İslamı qəbul edirdilər və daha sonra xidmətçi kimi fəaliyyət göstərdilər. Daha sonra imamlar və Peyğəmbər onları azad edirdi çox halda. Əks halda azad edirdi və hətta onlar 14 məsuma o şəkildə bağlanırdılar ki, özləri azad olub getməyi istəmirdilər. Və bu ayədə həmin şəxslər də vurğulanıb ki, qul və kənizlərinizi evləndirin, hansı ki, onların istedadı var evlənməyə. Və hətta mühüm bir nöqtəni vurğulayır burada. Deyir, əgər yoxsulluqdan qorxsalar, yoxsul olsalar, bilsinlər ki, Allah Taala onları öz lütfu ilə imkanlı edər, yəni onlara ruzi əta eləyər. Bəs deməli, Allah Taala bu ayədə bizə vurğulayır ki, subay şəxslərin, hansı ki, subay şəxslər var bizim qohumlarımızda, ətrafımızda, cəmiyyətdə, istər yad olsun, istər yaxın şəxslər olsun, bəs onların evliliyinə kömək edək. Maraqlanaq ki, onlar nə səbəbdən ailə qurmurlar. Və əgər fəqirliyi evlilik üçün maneə bilsələr, Allah Taala bu ayədə vədə verir ki, fəqirlikdən qorxmasınlar. Addım atsınlar, hansı ki, onlar addım atdıqdan sonra onların evlənməsinə xatir Allah Taala onlara ruzi əta edəcək. Və hətta bu öz həyatımızda da biz təcrübə etmişik və görmüşük. Bir çoxları bunu deyə bilər ki, cəmiyyətdə müşahidəmizə əsasən görürük ki, bəzən məsələn, hansısa bir şəxs evliliyinin ilk başlarında çox məsələn yoxsul şəraitdə yaşayıb, amma vaxt keçdikcə, övladlarını dünyaya gətirdikcə həmin o yoxsulluq aradan gedib, ruzisi çoxalıbdır. Bu qaçılmazdır, çünki bu Allahın vədəsidir.
Amma gəldi ki, subaylıq məsələsi və hətta ərsiz qadınların ailə qurması məsələsi. Bizim cəmiyyətimizdə bəzi düzgün olmayan şeylər formalaşıb ki, məsələn, hansısa qadının cavan yaşda, gənc yaşda həyat yoldaşı dünyadan köçdüyü zaman onun ailə qurmasına pis baxırlar. Və yaxud hansısa bir şəxsin namüvəffəq ailəsi olduğu zaman onun ikinci dəfə ailə qurmasına pis baxırlar və barmaqla göstərirlər. Bu heç də yaxşı bir şey deyil. Quran ayəsinə əsasən subay olan və hətta həyat yoldaşı olmayan qadınları evləndirməyə sifariş olunubdur. Çünki sözsüz ki, subay həyat tərzi və yaxud tək yaşamaq bir qadın üçün çox çətindir. Bu yüzden də yəni doğru düzgün ailə qurmağa dəvət olunur Qurani-Kərimdə. Subay şəxslərə yardım etməyə təşviq edir bizi Allah Taala. Yəni biz ətrafımızda olan subayların evlənməsi ilə maraqlanmalıyıq, vasitəçi olmalıyıq. Düzdür, yəni haqq verirəm bəzi şəxslərə ki, deyirlər indiki zamanda çox çətindir. Sözsüz ki, yəni kimsə vasitəçi olursa belə bir işdə, o demək deyil ki, o bir ömür kiminsə zəmanət altına alır. İslamın meyarları var və İslami kitablar oxunmalıdır, mütaliə olunmalıdır evlilik öncəsi və o meyarlara əsasən ailə həyatı qurulmalıdır ki, gələcək ailə möhkəm bir ailə olsun, Allah bəyənən bir ailə olsun. Bunu da nəzərə alaq. Və əsas məsələ bundan ibarətdir ki, bu ayəyə əməl etmək üçün hansı işləri görməliyik? Birinci növbədə qohumlarda və yaxud ətrafımızda hansı subay bir şəxslər varsa, onların məsələn evliliklərini nə üçün gecikdirdikləri barədə maraqlanaq, onlara kömək etməyə çalışaq ki, nə üçün ailə qurmurlar, problemləri ilə maraqlanaq. Birinci növbədə. İkinci növbədə maddi gücümüz varsa, bacardığımız qədər maddi dəstək olmağa çalışaq. Məsələn, evlənə bilməyən şəxslərə maddi dəstək olmağın çox böyük bir savabı var və onlara dəstək olmağa çalışa bilərik. Onlara necə dəstək olmaq olar? Məsələn, əgər bəy tərəfidirsə, oğlan tərəfdirsə, oğlanın məsələn hansı çatışmamazlıqları varsa ki, bir qızın qapısına getmək üçün ona bu yöndə dəstək olaq. Yox, qız tərəfdirsə, qızın cehizi məsələsinə maraqlanaq ki, görək hansı şeyləri çatır, hansı şeyləri çatışmır. Keçmiş vaxtlarda çox gözəl ənənələr var idi ki, insanlar qohum olaraq toplaşırdılar, bir-birlərinə çox böyük yardımlar göstərirdilər. Təəssüf olsun ki, bu günlərdə bu yəni münasibətlərdə də soyuqluqlar özünü göstərir. Məhz elə baharın gəlişi vaxtlarında, məhz Ramazan ayında ən yaxşı iş bu olardı ki, insan öz qohumları ilə maraqlansın, maddi-mənəvi dəstəyə olanlara maddi-mənəvi dəstək olsun ən azından. Üçüncü növbədə ən əsaslı problemlərdən biri bugün cəmiyyətimizdə evlilik adət-ənənələridir. Yəni evlilik adət-ənənələrini o qədər ağırlaşdırıblar ki, artıq insanların evlənmək gücü olmur. Sanki fəqir şəxslər, yoxsul şəxslər naümid olurlar, məyus olurlar evlənmək üçün. Bu yüzden də elə bu deyimi deyirlər ki, subaylıq sultanlıqdır və geri çəkilirlər. Evlilik adətlərini çalışaq ki, cəmiyyətimizdə asanlaşdıraq. Yəni mədəniyyətimizi İslam mədəniyyətinə uyğunlaşdırmağa çalışaq. Sadələşdirək hər şeyi. Nəinki məsələn ənənə, çox böyük təmtəraqlı şeylər, məsələn mütləq burada hansısa adətlərə tabe olmaq lazımdır. Mən bəzi adətləri hətta bölgələrdə araşdıranda görürəm ki, çox ağır bir adətlər var. Ağır bir adətlər var ki, məsələn hansısa bir çərşənbə günündə bəzi zonalarda biz rast gələ bilərik. Mən zona adı çəkmək istəmirəm, amma bir də görürsən ki, rast gələrsən ki, çərşənbə axşamı qız üçün filan şey getməlidir, balığın ağzında üzüyü getməlidir, nə bilim qurbanlıqda filan şey getməlidir. Bütün bu şeylər bais olur ki, və bunların üstündə də iki ailə arasında evlilik öncəsi mübahisələr başlayır, narazılıqlar başlayır və yeni evlilərin həyatı evliliyə qədəm atmadan körlamağa başlayır artıq. Bu yüzden də çalışmaq lazımdır ki, cəmiyyətimizdə evlilik adət-ənənələrini asanlaşdıraq. Hər iki tərəf üçün asanlaşdıraq ki, insanlar ailə həyatından və evlilik həyatından qaçmasınlar. Hansı ki, bu bizim Qurani-Kərimin bizə olan böyük sifarişlərindən biridir.
təkidlərindən biridir ki, insanlar ailə qursunlar, tək və tənha yaşamasınlar. Bəli, qəbul edirəm ki, məsuliyyətli işdir, çətin bir işdir, amma Allah Taala Qurani-Kərimdə vədə verir ki, əgər siz fəqirlikdən qorxsaz, fəqirliyi maneə kimi görməyin, mən özüm evli şəxsin ruzisinə zaminəm. Sadəcə və sadəcə İslami meyarlara əsasən uyğun şəxslərlə ailə qurmaq lazımdır. Yəni öz xüsusiyyətlərinə, öz adət-ənənələrinə uyğun şəxslərlə ailə qurmaq lazımdır. Məhz bu zəminədə də bu Ramazan ayında düşünək ki, subay şəxslərə kömək etməyə çalışaq, insanların ailə qurmasında maddi-mənəvi dəstəyimizi əsirgəməyək inşallah. Bu günlük də sizə Allaha əmanət edirəm. İnşallah ki, bugün edəcəyiniz duaları Allah Taala qəbul etsin. Sizin üçün bu Əhya axşamında, Qədr axşamında ən gözəl şeylər qeyd olunsun inşallah. Sağ olun, salamat qalın.